30 il idi ki erməni şərəfsizləri torpaqlarımızı işğal etmişdilər. Hələ bu da az değilmiş ki torpaqlarımıza ad da qoymuşdular. Bərdizor yox, Laçın, Şuşi yox, Şuşa, Karvacal yox, Kəlbəcər, İrəvanyan yox, Xocalı, Matuni yox, Xocavənd, Akna yox, Ağdam, Jarakan yox, Cəbrayıl, Varanda yox, Fuzuli, Samasar yox, Qubadlı, Kovsakan yox, Zəngilan, İstəpənəkət yox, Xankəndi. Torpaqlarımız işğal altından alınmasına görə başta cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev olmaqla Qarabağda tarix yazan əsgərlərimizə, zabitlərimizə, rəşadətli ordumuza, Qarabağ qazilərimizə təşəkkür edirəm. Allah rəşadətli ordumuzu qorusun. Amin. Allah Qarabağ qazilərimizə şəfa versin. Amin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhid analarının əllərindən öpürəm. Qarşısında baş əyirəm. Şəhidlər ölməz, vətən bölünməz.